Ölkədə qeyri-neft sektorunun inkişafı prioritet elan edildikdən sonra Azərbaycanda qədim ənənəyə malik ipəkçiliyə də maraq artıb. Bu sahənin inkişafı da ilk növbədə xammal istehsalına keçir. Hazırda 24 rayonda bəslənən ipək qurdlarından ümumilikdə 75 ton məhsul gözlənilir. Bunun da 2 tonu tovuzun payına düşür. Bu il Azərbaycana 1750 qutu barama qurdu toxumu gətirilib. Türkiyədən gətirilən ipək qurdu növləri Tovuzun bir sıra kəndlərinə də paylanılıb. Rayonun Hunanlar kəndində qurdları bəsləyib bol məhsul götürmək keçmişdə bu işlə məşğul olan kümçü Aydın Cəfərova həvalə edilib. 25-26 dərəcə temperaturda saxlanılan barama qurdları inkişaf etdirilərək uzunluqları 6-10 cm çatdırılıb. Qidalanmalarında isə tut yarpağından istifadə olunur. Kümçünün sözlərinə görə bir qutu barama qurdu gün ərzində ton yarıma qədər yarpaq yeyir. Əvvəlcə bar verməyən tutdan, yəni erkək tut deyirlər il arasında, onun yarpağından istifadə olunur. Sonradan istovrisi tutdan veririk və axırda bir həftə demək bu barama artıq ipək toxuyan vaxtda yemə bir o qədər ehtiyac olmur. İpək qurdunun yetişdirilməsi üçün kümçülərin təcrübəli olması da vacib şərtdir. Çünki bir dəqiqəlik diqqətsizlik qurdların məhvi ilə nəticələnə bilər. Daimi bir-birimizlə əlaqə saxlayırıq. Harada hansı kim bilmədiyini digərindən soruşur və bu yüksək vaxtı ilə bu işlə məşğul olan adamlarla ünsiyyət yaradırıq və bilmədiyimiz onlardan öyrənib və öz işimizə tətbiq edirik. Kənd Təsərrüfatı Nazirliyi kümçülərə xarici ölkələrin təcrübəsindən faydalanmaq üçün də imkan yaradıb. Nazirlik tərəfindən hazırlanmış video diski, deməli video tövsiyəni, həm Azərbaycan variantını, eyni zamanda Çində hansı texnologiyadan istifadə etməklə bəslənmə prosesi həyata keçirirlərsə, həmin qaydada o video tövsiyəni və İran İslam Respublikasında istifadə olunan becərmə texnologiyası ilə bəslənmə texnologiyasına bağlı video tövsiyeləri də kümçülərə vermişdik. Məhsul yığımına kimi 5 inkişaf mərhələsini keçən ipək qurdu hazırda 4-cü etapdadır. Sonuncuda isə qurdlar xammal istehsalına başlayacaq. 5-ci yuxudan sonra bu artıq bizə verməlidir sarmağa. Biz onlara süpürgə hazırlamalıyıq. Sarıq elə bil 5 gün, bir həftə müddətində gedəcək. Zəifli, güclər tez girir, zəiflər biraz dala qalacaq. Burada deyirəm ki, 300-400 bax buradan mən darama 300 kilo. Mənim öz fikrim də olmalı. Tovuzla yanaşı ölkənin daha 24 rayonunda ipək qurdu yetişdirilir. Bu il Respublikada 75 ton barama istehsalı nəzərdə tutulsa da, növbəti illərdə fermerlər məhsuldarlığı artırmaq niyyətindədirlər.